El Clasico'da favorit kimdir? Artıq faktiki olaraq çempionluğu təmin edən Barcelona, yoxsa ikinci mövsüm dalbadal titulsuz qalan Real Madrid? Real'la Barcelona arasında əslində komandaların buraxdıqları qollar demək olar eynidir, amma vurulan qollar arasında fundamental fərq var. Lakin XG cədvəlinə baxanda bir tərəfdən Barcelona narmadan 7 daha çox qol vurub, Real isə narmadan 6 daha az qol vurub və bunun da əslində çox ciddi səbəbi var. Bir tərəfdən Barcelona'da Lamine Yamal kimi mükəmməl futbolçu var. Gəlin gözlənilən assist və faktiki assist cədvəlinə baxaq. Bu vizual qrafada Yamalın necə iki baş fərqlə bütün La Liga futbolçularından aralandığını görürük. Digər tərəfdə isə Real Madridin bu qədər underperformans etməyin əsas səbəbi əlbəttə ki, bütün hücum gücünün sol cinahda konsentrasiya olmasıdır. Gəlin əvvəlcə hər iki futbolçunun istilik xəritəsinə baxaq. Görürük ki, onların mövqeyi bir-birinin üstünə düşür. Bu heç kimə sürpriz deyil. Amma meydançada daha gülməli situasiyalar çox yaranır. Misal üçün, Mallorca ilə maçdan dondurulmuş kadrda həmin epizoda baxsaq, burada bir neçə problemi dərhal görə bilirik. İlk öncə, baxın, ortada meydanın mərkəzində həmin 14 nömrəli zona hansı ki, yaradan komandanın ən təhlükəli silahıdır, ən təhlükəli zonasıdır. Heç kim yoxdur. Bu Mallorca üçün yaxşı xəbərdir, çünki oradan komandaya pressing, təzyiq gəlməyəcək. İkinci tərəfdən arxadan o bu iki futbolçuya gələcək 1-2 pas kanalı artıq bununla bağlanmış olur və nəticədə hücum heç nə ilə nəticələnir. Bu da ki, Real Madridin bu mövsümünün klassikasıdır. Digər oyun epizodu bu birinci dövrədəndir. Yenə də Elche ilə maçdadır. Gördüyümüz kimi yenə də iki oyunçu, biri sol cinaha, biri mərkəzi tutmaqdansa bir-birinin ağzına giriblər və nəticədə 3 Elcheli futbolçu çox rahat şəkildə zonanı qorumaqla Mbappe ilə Vinicius'u neytrallaşdırmış olurlar. Bu videonun detallı analizi YouTube kanalımızdadır. Mənə isə sizin fikriniz maraqlıdır. Real Madridin Barcelona'nın çempionluğunun şahidi olmasından başqa şansı varmı?